Əziz dostlar, salamlayıram hər birinizi. Qəhrəmanımız Əli Rızalının yurdundayıq. Nuru bəyin və Samirə bacımın ocağındayıq. Çəkilişi buradan başlamağımızın səbəbi var. Bu alma ağacı artıq barlı, bəhərli alma ağacı, gavalı və aşağıdakı bu ağaclar Əli qardaşımızın əlinin nişanələridir. 50 bəhərli idi gözəl qardaşımız və onun becərdiyi ağaclardır ki, artıq bar gətirir. Kölgəli ağaclara çevrilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Bura həm də müqəddəs yerdir. Elə Əli qağamızın əlinin nişanəsi olan bu ünvanı gördüyünüz kimi əkib becərir Samirə bacı ilə Nuru qardaşımız. Kartofdur, soğan, digər hissədə bostan əkiləcək, hazırlıq görünür. Gördüyünüz kimi həm toxumluq soğandır, həm də ki gələcəkdə kökündən istifadə etmək üçün əkilən soğan. Və Samirə bacı anam kimi maşallah əkdiyi toxumlar biri kənara getməzdi, hamısı məhsul verərdi. İndi də bacım bu gözəl bağçasında bu dağ kişnişidir, artıq çiçəkləyir, qoxusu adamı valeh eləyir. Dağ kişnişi yuxarıda bayaq çəkdiyimiz bacım şomudur. Şomudur. Doğuda istifadə olunan gözəl nemətdir. Ətrafda əvəliklər. Belə can dərmanıdır. Ətraf hamısı əvəlik sahəsidir. Sarımsaq. Bu da laləlikdir. Bir cənnət yaradıb. Və kişniş, vəzəri, şüyüd. Bütün göyərtilərdən var. Maşallah olsun. Kartof sahəsi. Və gicitkən, nanələr. Kiçik bir bağçada belə gözəl, heç şübhəsiz ki, zəhmətlə ərsiyə gələn belə bir ruh oxşayan mənzərə var. İnşallah bərəkəti bol olsun, çəkilən zəhmət hədər getməsin. Bacımız maşallah bütün bu nemətlərdən pay ayırdı. Min bir dərdin dərmanı olan göyərtilərin hər birindən. Burada hamısından var. Hardasa bir 3-4 kiloluq göyərti. İndi bunu
digər tərəfini qeyd eləyək. Salam aleyküm, salam aleyküm. Bərəkəti bol olsun. Nuru bəy. Allah var eləsin ocağınızı. Çəkilən zəhmətiniz heç zaman hədər getməsin. Allah Əli Balıya rəhmət eləsin. Onun kölgəli və meynəli, barlı, bəhərli ağacları ilə söhbət eləyirdik. Hardasa bu ağacların yaşı olar da 50 ilə yaşıddır hardasa. Ruhu şad olsun, ruhu şad olsun. Az qala hə. Elə yeniyetməli çağından çox zəhmətə ilk elə yaşlarından öyrəşmişdi. Ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və burada bu göyərti, bu Nuru bəyin, Samirə bacının sovqatı hesablayanda bir neçə kilolu göyərtidir. Bakıda bunu indi hesablasınlar iqtisadçılar ki, neçə manat pul xərcləyib bunu ala bilərlər. Məsələnin digər tərəfi var. Bu cənnət bölgəni tərk eləyənlərin sayı sürətlə çoxalır. Ağrıdıcı bir məsələdir. Sağ olsun Nuru bəy, bu baxmayaraq ki, köhnə çomadır, amma mahiyyətcə çox böyük dəyərə malikdir və az qala bir əsrə yaxın olan bir evdir. İnşallah dövlətimizin sayəsində bir yeni ev də olacaq, amma bu evin bir dəyəri bir başqadır. Bu abidə bir evdir və bu evin ətrafındakı bu torpağın da qədrini bilir. Şəhid atası, şəhid anası torpaq uğrunda canını vermiş övladına həm də böyük dəyər verərək o torpaqda izi olan övladının həm də xatirəsini əziz tutaraq, torpağa böyük qiymət verərək həm də o torpağı bax belə əkib, becərir, dirçəldir və bir məhsul bolluğuna səbəbkar olur. Buna görə də var olursunuz. Və nə yaxşı olar ki, bu bax qarşıda gördüyümüz bu kəndlər ki var. Abasabad, Hamarkənd, Anzov, Seyidlər, Osnağaran, Bürzümbül. O tərəfdə Qaraqaya var, sonra Seyidlər var. Zengaran kəndi var, yuxarıda Alar var, Solğard, sonra Aların yanında Şıxsöyün kəndi var. Elə bu tərəfdə Lerikin kəndləridir. Xanagah, Bülüdül və s. bütün kəndlər, Söynə. Baxırsan ki, az qala hər gün deyirlər ki, bu kəndlərdən filan kəs köçdü. Niyə köçürlər? Bu abadlıq vaxtı ilə burada yox idi. Bu cənnət məkana bu dərəcədə dövlət qayğısı yox idi. İnternetə qədər var, elektrik xətləri dəyişir. Gördüyünüz kimi əvvəl Sovet dövründən qalma bir dirəklər idi. Artıq elə bu yaxınlarda da növbəti dəfə burada dəmir dirəklər bastırılıb və qaz xətti çəkilib, təmin olunub. Asfalt yolumuz var, su xəttimiz var. Bax o dağların döşündən, Seneyerdən gələn su kəməri